Hər kəsə salam. Bu gün Azərbaycanımızın milli mətbəxinə aid olan çox dadlı yarpaq dolması hazırlayıram. Qazana su qoyuram, su qaynayır. Qaynayandan sonra bura yarpaqlarımızı hissə-hissə əlavə edib pörtürəm. Yarpaqlarımız hamısı pörtüləndən sonrasında bunu mən soyuq suyun altında yuyuram. Həm təmiz olsun, dad olmasın, həm də soyuyur yarpaqlarımız. Suyu süzüləndən sonrasında bunu biz bükəcəyik. Və keçirəm ətimizi hazırlamağa. Qiyməmizin üzərinə soğan əlavə eləyirəm. 3 soğandan istifadə eləmişəm. Soğanlar mənə də böyükdür. Və bura düyü, su, 1 stakandan biraz su, duz, istiot və nanə əlavə eləmişəm. Keşniş, şüyüd, kərə yağı. Mən burada göy nanədən də istifadə eləmişəm. Göy nanə tökəndə daha da dadlı olur. Göy nanəni mən soyuducunun dondurma hissəsində yay vaxtı yığıb saxlayıram və doğrayıb yuyuram, quruduram. Yuyuram, doğrayıram və saxlayıram və qışda yeməklərimə əlavə edirəm. Burada mən dolmanı 3 üsulla bükürəm. Əvvəllər mən dolmanı kvadrat şəklində bükürdüm. Amma əslinə qalanda nənələrimiz deyir ki, annelərimiz deyirlər ki, dolmanın düzgün bükülüşü bu cür olmalıdır. Yumru kimi belə bir yerə yığılan ikinci versiyada bükülən dolma kimi olmalıdır, əslinə qalanda deyilənə görə. Amma bizim evdə, bizim ailəmizdə dolmanın bükülməsi üzərində mübahisə gedir. Evdəkilər deyirlər ki, dolma uzunsov büküləndə dolma elə də dadlı alınmır. Dədə-baba qaydası ilə bükülən dolmalar dadlı olur. Amma mən nəyə görəsə, necə deyərlər, palaza bürün, ellə sürün məsəlinə görə mən də dolmaları çalışıram ki, trendə görə büküm, necə deyərlər, trendlə ayaqlaşım. Mən burada dolmaları əllə də uzunsov bükmüşəm və burada bir paketdən bir qusok kəsmişəm və dolmaları paketlə də bükdüm. Sözün düzü, bıçaq vasitəsilə bükmək yaxşıdır, pis deyil, çox hasanddır, amma bu versiya mənim biraz çətin gəldi. Nə mənada? O mənada ki, hər dəfə istəmirsən bıçağı götürüb qoyasan, elə bil vaxt ona artıq gedir və mən əlimlə çalışdım ki, dolmaları büküm. Əllə ondan daha hasand tez mənə gəldi. Və sonra demək olar ki, biraz bükəndən sonra mən başladım ancaq əlimlə belə bükməyə. Bıçaqla tutmadım və necə deyərlər, burada görünürdüyü kimi barmaqlarımın köməyi ilə saxlayıb dolmalarımı bükürəm. Dolmalar hazır olandan sonrasına üzərinə su tökürəm və boş qab yerləşdirirəm ki, dolmalar qaynayanda yuxarı qalxmasın. Lazım olan qədər su əlavə eləyirəm və bişməyə qoyuram. Dolmalar təmiz bişəndən sonrasına altını söndürürəm. Ya qatıqla, ya smetanla, kim necə sevir, xama ilə, yəni elə də yeyirsiniz. Bütün bişirib yeyənlərə nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm.